Su pərisinin geri dönüşü. Çox uzun illər öncə bu qədim şəhərdə zamanın fövqündə yaşayan, uzaqgörən və müasir düşüncəli gənc bir qız var idi. Lakin onun yaşadığı dövr bəxtinə qəddar, cahil və hər kəsi öz qaranlığına boğmaq istəyən bir şahın hakimiyyətini yazmışdı. Gənc qızın azad fikirləri şahı qorxudur. Onun kasıb, amma cəsur bir oğlanı olan saf sevgisi isə zalım hökmdarın qəzəbini daha da alovlandırırdı. Şah bu parlaq zəkanı və sevgini dözümsüzlüklə cəzalandırmaq üçün onu dənizin sahilində ucalan, soyuq, daş divarlı qalaya həbs etdirdi. Qız günlərlə o dar pəncərədən dənizə baxıb, azadlığını və sevgilisini düşündü. Bu qaranlıq zindanda şahın əsarətinə boyun əyməkdənsə, o çıxış yolunu Xəzərin sonsuz ağuşunda gördü. Bir gecə özünü qalanın zirvəsindən dalğaların qoynuna atdı. Şahın əskərləri günlərlə dənizi alt-üst etdilər. Lakin gənc qızın nə dirisini, nə də ölüsünü tapa bilmələri mümkün olmadı. O sanki suyun içində yoxa çıxmışdı. Məhz o müqəddəs fədakarlıqdan sonra xalq bu cəsur qızın xatirəsini ürəyində yaşatdı və o möhtəşəm tikilinin adı əbədi olaraq Qız qalası olaraq qaldı. Bu qala Azərbaycan tarixinin ən önəmli, ən müqəddəs abidəsi olaraq o qızın azadlıq ruhunu öz divarlarında daşıyaraq bu günümüzə kimi gəlib çıxdı. Zamanın sehirli toxunuşu və böyük qayıdış. İllər deyil, əsrlər keçdi. İnsanların öldüyü, nəsillərin dəyişdiyi, şahların gəlib getdiyi bu çox uzun zaman ərzində dəniz o gənc və məsum qızı unutmadı. Xəzərin sehirli dalğaları və dərin suları zamanla onun bədənini və ruhunu dəyişdirdi. Onu əzəmətli, od-alov rəngli, əfsanəvi bir su pərisinə çevirdi. O artıq çarəsiz bir dustaq deyil, dənizin və fırtınaların hakimi idi. Və o, intiqam gecəsi gəlib çatdı. Su pərisi kimi geri qayıdan gənc qız, dənizin qəzəbli dalğaları ilə o qəddar, yaşlı şahın sonunu gətirdi. Şahın nəhəng suların dərinliyində boğulub getdiyi o fırtınadan geriyə heç nə qalmadı. Yalnız bircə cinişdən başqa. Qayalıqlara ilişən tac və azadlığın işartısı. Rəsmdə dənizin köpüklü suları arasında düz aşağı, sağ küncdə göründüyü kimi o qızıl tac şahın qəddarlığının, cahilliyinin və keçici hakimiyyətinin rüsvayçı sonudur. Şahı udan fırtınalı dalğalar onun tacını gətirib sahildəki soyuq qayalıqlara, su pərisinin oturduğu daşın ətəyinə fırlatdı. Tac orada çarəsizcə ilişib qaldı. O qədər insanın canını yandıran o taxt-tac indi dəniz köpüklərinin içində dəyərsiz və unudulmuş bir qənimətdir. İntiqam alınmışdı. Lakin bu qayıdış sadəcə keçmişin hesabı deyildi. Su pərisinin gəlişi ilə bu qədim torpaqların zəngin tarixi mədəniyyəti yenidən işıqlanır. Əsrlər boyu üzərinə çökmüş o cahillik və qorxu qaranlığı dağılır, şəhərin qədim ruhu, incəsənəti və adət-ənənələri sanki yenidən doğulur. Nura qərq olan qədim şəhər parlaq bir işıqla aydınlanır, əbədi bir azadlığa və hüzura qovuşur. Geri dönən su pərisi məğrur duruşu ilə Azərbaycanın bu ən önəmli tarixi abidəsinə, Qız qalasına və azad şəhərinə baxır. Bu an göyləri bürüyən ağ qağaylar Xəzər dənizini coşdurur. Suların üzərində böyük sevginin, sonsuz əyləncənin və şən, dinamik bir rəqsin coşqusunu başladır. Dəniz dalğalandıqca bu xoş ab-hava bütün sahil boyu yayılır. Artıq hər şey başqa olacaq. Şəhər azadlığın və hüzurun işığında parlayacaq. Dəniz isə sevginin ritmində coşub daşacaqdır.